Salam, dərs 13-ün izahına baxaq. Azərbaycan Respublikasının tektonik zonaları, geoloji quruluşu və faydalı qazıntıları. Respublikamızın ərazisinin müasir vəziyyətinin formalaşmasında həm endogen qüvvələrin, həm də eksogen qüvvələrin rolu böyük olmuşdur. Mezozoy erasının sonunda və Kaynozoy erasında Böyük və Kiçik Qafqaz dağları qalxmaya məruz qalmış. Onların arasında isə Kürdağ-arası çökəkliyi əmələ gəlmişdir. Endogen qüvvələrin təsiri nəticəsində tektonik sınmalarla bir-birindən ayrılan iri relyef vahidləri, yəni tektonik zonalar yaranmışdır. Azərbaycan ərazisi Alp-Himalay seysmik qurşağının ön Asiya hissəsində yerləşir. Azərbaycan 5 tektonik zonaya bölünür. Bu tektonik zonalar bilirik ki, morfostrukturlardır, yəni daxili qüvvələrin təsiri ilə yaranmışdır. Ön Qafqaz çökməsi bu ərazini əhatə edir. Ön Qafqaz çökməsinə aiddir Samur Dəvəçi ovalığı, Qusar mali düzənliyinin aşağı hissəsi və Şollar düzü. Böyük Qafqaz qalxması bu hissəni əhatə edir. Burada Baş Qafqaz silsiləsi, yan silsilə, Qovdağ, Niyaldağ, yəni Böyük Qafqaza aid olan silsilələr hamısı Böyük Qafqaz qalxmasına aiddir. Kürdağ-arası çökəkliyi isə gördüyünüz bu əraziləri əhatə edir. Burada Çoban Dağ, təxminən bu hissədə Çoban Dağ yerləşir. Yaylacıq, Palantökən, xəritə üzərində göstərsək bu hissələrdə yerləşir. Bozdağ bu hissədə, sonra Xocaşen, Daşüz silsilələri isə bu hissədə yerləşir. Və digər düzlər Tovuzda Xunam düzü, yəni Gəncə Qazax düzündə yerləşən Xunam düzü, Qarabağ düzü, Ceyhan İncə Hərami düzləri Araz çayı sol sahilində yerləşir. Şirvan, Cəm, Şərqi Şirvan və Lənkəran düzü bu əraziyə aiddir. Kiçik Qafqaz qalxmasına gördüyümüz bu sarı rənglə verilən hissələr aiddir. Həm Talış dağları, həm Naxçıvanın Dərləyəz, Zəngəzur silsiləsi Kiçik Qafqaz dağlarına aiddir. Həmçinin Şərqi Göyçə, Murovdağ, Qarabağ silsiləsi, Yazı yaylası hamısı Kiçik Qafqaz tektonik qalxma zonasına aiddir. Və arazboyu düzənliklərdən Gülüstan Yayçı Ordubad düzləri, yəni bu cənubda olan Gülüstan Yayçı Ordubad düzləri Kiçik Qafqaza, digər düzlər Sədərək Şərrur Böyük düz, Naxçıvan düzləri, yəni bu hissədə yerləşən düzənliklər isə Orta Araz əyilmə vilayətinə aiddir. Bu tektonik zonalar bir-birindən tektonik sınmalarla ayrılır. Respublikamızda düzənliklərin dağlıq ərazilərlə olan sərhəddi tektonik sınma zonası boyunca keçir. Məsələn, Talış dağlarının Lənkəran ovalığı ilə olan sərhəddi, Qanıq-Əyriçay vadisinin Böyük Qafqaz dağları ilə olan sərhəddi, Qusar mali düzənliyinin yan silsilə ilə olan hissəsi, Gəncə Qazax düzü ilə Kiçik Qafqaz hissəsi, bu ərazilər həmçinin Cənub-Şərqi Şirvan düzü ilə Qobustanı deyə bilərik. Qanıq-Əyriçay ilə Baş Qafqaz hissəsini deyə bilərik ki, bu ərazilərdə tektonik sınmalara uyğun gəlir. Tektonik sınma ərazilərində dağ yamaçları dik olur, tez-tez sürüşmə baş verir və həmin ərazilərdə tektonik proseslər aktiv olur, güclü zəlzələ baş verir. Həmçinin sınma xətti boyunca termal sular, yəni mineral bulaqlar üzə çıxır. Azərbaycan fəal seysmik zonada yerləşir. Əsas zəlzələ zonasına Böyük Qafqazın Cənub yamacı, Kiçik Qafqazın Gəncə zonası, Naxçıvanda Qapıcıq və Sarı hissələrini deyə bilərik. Azərbaycan ərazisi mürəkkəb geoloji quruluşa malikdir. Yəni hər bir ərazisində bu quruluş eyni deyildir, müxtəliflik var. Bu müxtəliflik, yəni orada olan süxurlardan, süxurların yaşından, mənşəyindən, yatım ardıcıllığından
asılı olaraq dəyişir. Şəklə diqqət yetirsək, qədim zamanda ən qədim süxurlar bu gördüyümüz hissədə Tovuz çay, Zəyəm çay, Əsrik çay hövzəsindədir. Burada Paleozoyin alt hissəsinə, yəni alt Paleozoya aid ən qədim süxurlar Əsrik çay, Zəyəm çay dərəsindədir. Üst Paleozoya aid süxurlar isə Sədirək qalxması və Dərələyəz silsiləsindədir. Yəni Paleozoy dövrünün süxurları yalnız bu hissədə yayılmışdır. Sonra 150-250 milyon il əvvəl Azərbaycan Tedis okeanının suları altında olmuşdu. Bu dövrdə yalnız Böyük Qafqaz, Kiçik Qafqaz hissəsi dağlar üzə çıxmış, digər ərazilər yenə də su altında qalmışdı. 1.8 milyon il əvvələ qədər isə hazırda mövcud olmuş düzənliklər var olub, yaranıb. Amma Çöl Araz ovalığında bu gördüyümüz su ilə əhatəli olmuşdur. Dedik ki, Respublikamızda Paleozoy dövrünün süxurları, burada diqqət yetirsək, bu hissədə də verib. Alt Paleozoy süxurları Tovuzda Əsrik çay hövzəsində deyə bilərik. Zəyəm çayda, Tovuz çaydadır. Üst Paleozoy isə Sədirək qalxması və Dərələyəz silsiləsindədir. Alt Paleozoydan sonra artıq Mezozoy dövrünün süxurlarıdır. Mezozoyun dövrləri Trias, Yura, Tabaşirdir. Trias süxurları yalnız Dərələyəz silsiləsində mövcuddur. Yura və Tabaşir süxurları Böyük və Kiçik Qafqazın yüksək dağlığında Yura süxurlarıdır. Diqqət yetirsək, yüksək dağlıqda Yura süxurlarıdır. Burada da şəkildə rənglərlə tapa bilərik. Böyük və Kiçik Qafqazın orta dağlığında isə Tabaşir süxurlarıdır. Tabaşir süxurları artıq Böyük və Kiçik Qafqazın orta dağlıq zonalarında yayılmışdı. Kaynazoy dövrünün süxurlarından Paleogen çöküntüləri. Paleogen çöküntüləri əsasən Naxçıvanın dağlıq hissəsində, Talış dağlarında, Şahdağ silsiləsində, sonra Böyük Qafqazın cənub-şərq hissəsində, sonra Qarabağ vulkanik yaylasında bu hissələrdə yayılmışdı. Neogen çöküntüləri. Neogen çöküntüləri isə Ceyran çöl, Acınohur alçaq dağlığında, həmçinin Qobustanda, Böyük Qafqazın şimal-şərq hissəsində, Talış dağlarının şimal hissəsində kiçik bir ərazidə, Naxçıvanın Arazboyu düzənliklərində, yəni bu gördüyümüz N hərfləri mövcud olan ərazilərdə Neogen dövrünün süxurlarıdır. Nəhayət ki, 4-cü dövr süxurları buna Antropogen dövrü də deyirik. Çöl Araz ovalığını gördüyümüz bu hissələr artıq 4-cü dövr süxurları, yəni Antropogen dövrünün süxurları ilə örtülü olmuşdur. Bir də diqqət yetirsək, bu hissədə K hərfi var. Tabaşir dövrünün süxurları və bu hissələrdə Tabaşir süxurları kiçik bir sahədə yayılmışdır. 4-cü dövrdə baş verən vulkan püskürmələrindən sonra artıq lavalar soyumuş, iri daş parçalarından ibarət çınqıllar yaranmışdı. Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya, Pəri çınqılı, Ayın çınqılı və s. sönmüş vulkanlar Azərbaycanda mövcuddur. Bundan başqa Kiçik Qafqaz, Naxçıvan, Talış dağlarında maqmatik metamorfik süxurlar daha çox yayılıb. Qismən çökmə süxurlar. Böyük Qafqaz dağlarında isə çökmə süxurlar geniş yayılıb. Qismən maqmatik və metamorfik süxurlardır. Və Respublikamızda palçıq vulkanları da mövcuddur. 300-dən artıq palçıq vulkanı var. Bu, Abşeron Qobustanda, Cənub-Şərqi Şirvanda, Xəzərin şel zonasında yayılmışdır. Demək ki, palçıq vulkanının yayılması daha çox neftli qazlı ərazilərlə əlaqəlidir. Ən məşhuru Torağay vulkanıdır. Keyrəki, Lökbatan, Axtarma Paşalı, Qalmaz, Bahar, Qoturdağ kimi
palçıq vulkanları mövcuddur. Palçıq vulkanları fəaliyyətdə olan, sönmüş, 100 ildən artıq sakit vəziyyətdə olan, adalar yaradan və sualtı vulkanlara bölünür. Ölkəmizin ərazisində yayılmış faydalı qazıntılar filiz, qeyri-filiz və yanar faydalı qazıntılar olmaqla 3 qrupa bölünür. Xəritə sxemə diqqət yetirsək, hər bir faydalı qazıntının işarəsini xəritə üzərində tapmaq mümkündür. Yanar faydalı qazıntılar neft, qaz və yanar şistdən ibarətdir. Qeyri-filizlərdən travertin, kvars qumu, seloid, mişar daşı, sement xammalı və s. Filiz faydalı qazıntılar isə dəmir filizi, alünit, mis, qızıl, civə, molibden və s.dir. Bu faydalı qazıntılarla yanaşı respublikamızda mineral su sərvətləri də çox yayılmışdır. Əsasən bu dağ ətəyi ərazilərdə çoxdur və bu mineral bulaqların əsasında kurort turizm zonaları yaradılmışdır. Respublikamızda olan mineral bulaqlara Kəlbəcərdə isti su, Laçında Tutqun, Minkənd, Şuşada Turşsu, Şırlan, Naxçıvanda Şahbuzda Badamlı, Babəkdə Sirab Vayxır, Culfada Darıdağ, Şabranda Qalaltı, Qubada Xaldan Cimi, Xaşı, İsmayılıda Bədo, Qaxda İlisu, Oğuzda Xalxal, Şamaxıda Çuxuryurt, Qəbələdə Bum, Abşeronda Şıq Suraxanı, Lənkəranda İsti su, Meşə su, Masallıda İsti su, Qotur su, Ərkivan, Donuzütən, Astarada İsti su, Aşağı Ağkörpü kimi mineral bulaqlar mühüm əhəmiyyət kəsb edir. Faydalı qazıntılara diqqət yetirsək, yanar faydalı qazıntılardan neft. Dənizdə olan neft Azəri, Çıraq, Günəşli, Alov, Dan Ulduzu, Əşrəfi, İnam, Oğuzdur. Quruda olanlar Muradxanlı, İmişli rayonunda, Mollakənd, Kürdəmirdə, Yasamal, Pirallahı, Bibiheybət, Qaracala, Salyanda yerləşir. Təbii qaz dənizdə və quruda olan yataqlar Yanar şist, Qobustan, İsmayıllı, Qubadadır. Filiz faydalı qazıntılardan dəmir filizi, Daşkəsən, Hamançay, Dəmiroğlu hər üç yataqda Daşkəsəndə yerləşir. Alünit zəylik yatağıdır, bu da Daşkəsəndə. Molibden, Parağaçay, Diyaqçay hər ikisi Ordubadda. Xromit, Göydərə, Kəlbəcərdə, İpək, Laçında. Mis yatağı, Gədəbəydə, Qaradağ yatağı. Xalxal, Mis dağ yataqları isə Babəkdə yerləşir. Polimetal, civə, qızıl yataqlarına diqqət yetiririk. Hər birinin yatağı və yayıldığı rayonlar önəmlidir. Qeyri-filiz faydalı qazıntılar seolit, Tovuzda Ağdağ, bentoit gili, Qazaxda, Daşsalahlı, Ağcakənddə Cipsdir, bu da Goranboy rayonu ərazisində yerləşir və ümumilikdə hər bir faydalı qazıntıya və onun şərti işarələrinə diqqət yetiririk. Və qeyd etmək istəyərdim ki, qeyri-filiz faydalı qazıntılardan barit, dərin neft quyularının qazılmasında istifadə olunur. Qazaxda yayılmış bentonit gili, bu oda davamlıdır və metal tökmə işlərindən daha çox istifadə olunur.